Direktorum ki, sən Əsmət xanımdan icazə almısan. Bunun səbəbi də görə mən səni işdən azad edirəm. Xəzər rayonu Türkan qəsəbə sakini Təcrübəli Yollardan ödəmiri müraciət edərək çalışdığı yüksək sayılı tamamı məktəbdə haksız yerə çıxarıldı. Vətəndaşın sözlərinə görə aprelin 5-də iş yerinin sayılmışlaşdığı üçün məktəbə təcili yardım çağırılır və o məktəbin işlə çıxarıldığı aprelin 7-sində isə məktəb direktoru yerində olmadığı üçün insanlar ödəmir icazələr verildi. Vətəndaşın bildirməsi bu səbəbdən direktor onun işini müraciət edərək işinə bərpa olunmasını xahiş edir. Əliyeva Xədicə, Xəzər rayonu Türkan qəsəbə sakini Əliyeva Xədicə Ağılız. Neler baş verir? Siz iddia edirsiniz ki, Xəzər rayonu Türkan qəsəbəsində 262 sayılı tam orta məktəbin direktoru və müəllimləri neysə sizin heç bir günahınız olmadan sizi 173 C bəndi ilə işdən uzaqlaşdırıblar. Neler baş verir həmin adı çəkilən məktəbdə? Buradan Emin Əmrulayeva xahişim var. Prezidentimiz İlham Əliyeva. Mən bir kasıb ailəyəm. 22 ildir mən məktəbdə xadimi vəzifəsində, yəni işləyirəm, kasıbçılığımı eləyirəm. Mən elə bir ayın 6-sı qəflətən xəstələndim. Gedə bilmədim. Hansı ayın 6-sı? Aprel ayının 6-sı. Üzürlü səbəbdən. Gedə bilmədim işə. Getdim poliklinikaya, 17 sayılı poliklinikaya. Orada xanım həkimimiz mənə qəbul elədi. Dedi ki, bu vəziyyətlə sən işə gedə bilməzsən. Ayın 7-si Allahın köməkliyi ilə işimə getdim. Getdim Kəmalə müəllimə, direktorumuza yaxınlaşım. Köməkçisi dedi ki, müəllimə məşğuldur. Yəni ki, onun vaxtı olmur da. Köməkçinin adı neydi? Salih xanım. 7-si. İşləyə bilmirdim. Vəziyyətim gərgin idi. Allah şahiddir. İndi insanam da, xəstələndim. 2-ci mərtəbədə işləyirdim. Başım gicəl. Ondan da qabaq dəqiq deyim ki, mənim üstümə məktəbə iskori gəlmişdi. Təcili yardım gəlmişdi. Bəli, bəli. Sözü gələn məktəbdə iş zamanı. Bəli. Xəstələndim. Hətta mənə evi də buraxdılar bir gün. Dedi ki, işləyə bilmirsən.